1942-ci ilin yanvar ayının 29-unda Tehranda yerli vaxtla saat 18:15-də SSR, Böyük Britaniya və İran arasında müttəfiqlik haqqında müqavilə imzalandı və İran anti-Hitler koalisiyasının üzvünə çevrildi. Fevral ayının 10-da İran şahı Məhəmməd Rza Pəhləvi Amerika Birləşmiş Ştatları prezidenti Rooseveltə müraciət edərək ondan İranın ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi çıxış eləməsini xahiş elədi. Hesab eləmək olardı ki, hər şey başa çatdı. Ancaq 1944-cü ilin əvvəllərində beynəlxalq aləmdə və İranda yaranmış vəziyyətlə əlaqədar Sovet rəhbərliyi Cənubi Azərbaycan məsələsinə diqqəti yenidən artırdı. Həmin il martın 6-sında Cənubi Azərbaycan əhalisinə iqtisadi və mənəvi yardımın artırılması tədbirləri haqqında məsələ müzakirə olundu və qərar qəbul olundu. Əlbəttə, qərarda Cənubi Azərbaycan adı hallandırılsa da, əsas Sovet imperiyasının siyasi məqsədləri idi.